Herkese salamlar, kanalıma videoma hoş geldiniz. Bir yeni bir videoda karşınızdayım. Video keçərkən və dostlar kanalda destek için abunə ola bilərsiniz. Videomu bəyəndiysə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalımızın linki şərhlərdə olacaq. Burada səhmlər və kriptovalyutalar haqqında paylaşımlar edir. Kripto Navigator kanalında alış-satış siqnalları paylaşır və müzakirə qrupunda bunları müzakirə edirik dostlar. Bugün dostlar yeni bir səhm tanıtım edəcəm. Müzakirə qrupunda səhmləri müzakirə edirdik və belə bir şirkətləri paylaşdılar qrupumuzdakı üzvlər. Və bu şirkətləri araşdırdım dostlar. Bu şirkətlərin içində iki şirkət var ki, mənə maraqlı gəldi. O şirkətlərdən birini hal-hazırda tanıtımını edirəm dostlar. CleanInc şirkətidir dostlar. Bu şirkət deməli gördüğünüz kimi dəyəri 979'dur. Əvvəlcədən deyim dostlar, şirkətin dəyərinin çox yüksəlməsi, yəni biraz balon olması haqqında bir məlumat dolaşır. Yəni bunu nəzərinizə çatdırım. Gördüyünüz kimi şirkət bir il ərzində 71% qazanc veribsə, bütün zamanlarda 94% itki-dədir, yəni 94% dəyər itirib. Lakin bir il ərzində 71%-ə yaxın dəyər qazanır. Gördüyünüz kimi şirkətin maliyyə göstəriciləri biraz qeyri-stabildir, yəni düşə də bilir, yaxşı nəticə də göstərə də bilir. Son nəticəsi hardasa pis olub, yəni 64% göstəriciləri qarşılamayıb. Və üçüncü rüb nəticəsi sabah olacaq dostlar. Sənin başına mənfi 0,58 USD gözlənilir nəticəsi. Burada yəni bu uğurlu gələrsə hardasa gördüyünüz kimi azalma var, yəni rubli hesabat təxminində azalma var, bu yaxşı deyil. İllik olaraq da mənfi 2 olaraq belə bir göstərici var. Mənim diqqətimi cəmləyən olsa başqa şeylərdir. Yəni baxın, məsələn, borc səviyyəsinə baxsaq, məsələn, borc səviyyəsində əhəmiyyətli azalma var. İllik pulda təbii azalma var, həmçinin çünki borc səviyyəsini azaltmağa çalışılır. Proqnoz dərəcələndirmələrinə baxaq dostlar. Proqnoz dərəcələndirmələrində gördüyünüz kimi 7 proqnozçu bu səhmi analiz edir. Bu çox yaxşıdır. Yəni maraqlı səhmdir ki, 7 proqnozçu, analizçi bu səhmi analiz ediblər, proqnozlaşdırıblar və gördüyünüz kimi minimum 20 dollarlıq bir artış gözləyirlər bu şirkətdən. Çox maraqlıdır və həmçinin illik təxminlərə baxın dostlar. Yəni bunu hər səhmdə görə bilməzsiniz. 2027-28 təxminlərində milyard dollarlıq hətta artış gözləyir. Milyon dollarlıq. Amma yəni sən başına 2028-ci ildə 3,71 USD gəlir gözlənir dostlar. Yəni bu çox yaxşı gəlirdi. Yəni hər şirkətdə belə gəlir olmur. Yəni bu mənə maraqlı gəldi. Həmçinin 27-28-də 95 milyon, 2012 milyonluq gəlirlər gözlənilir. Yəni böyük artışlar gözlənir və bu böyük artışlar olarsa əgər həqiqətən 48 dollarlara qədər, hətta onu belə keçə bilər, yəni səhmin dəyəri. Ona görə çox maraqlı gəldi mənə bu. Bunun qrafikini analiz edək. Yəni dediyim kimi investorların bəziləri bu səhmin balon olduğunu deyirlər. Yəni çox şişirdilib bu səhmin qiyməti. Bunu nəzərinizə çatdırırlar. Hal-hazırda dostlar RSI səviyyəsinə uyğun olaraq alış nöqtəsindədir. Bəli, almaq olar hal-hazırda. Lakin dostlar, əgər düşüş başlanarsa, əgər yatırım etmək istəsəniz, təbii ki, şirkət biraz riskli şirkətdir. Yəni haqqında ümumi məzmun verəcəm birazdan. Yəni nə məzmun, son xəbərləri şirkətin nə hazırladığı form o haqqda danışacaq. Sadəcə alış nöqtələrini indidən paylaşıram ki, videonun sonunda qalmasın. Gördüyünüz ki, alış nöqtələri, birinci alış nöqtəmiz budur. Əgər düşərsə, yəni həcmli yatırım etməyin. Nə mənada? Zaten riskli şirkətdir. Yəni çalışın büdcənizin maksimum 30% ilə yatırım edin. İkinci olaraq isə bu 5.70-5.80 nöqtələri 4'ə düşməz, yəni ki, o qədər inanmıram. Yəni bu iki nöqtəyə düşsə, lap düşsə də bura, məsəl üçün. Son nöqtəni də burada çəkək. Gördüyünüz kimi bu səviyyələr alışa uyğundur. Yəni məncə qalxa bilər. Yəni maliyyə göstəriciləri müsbət gələrsə qalxar. Lakin mənfi gələrsə düşmə ehtimalı var. Yəni bunu nəzərinizə çatdırın. Yəni məlumata keçək dostlar. Deməli, şirkətimiz haqqında ümumi təqdimata keçir. CleanInc ABŞ-da qeydiyyatdan keçmiş biotexnologiya şirkətidir və əsasən neurogenerativ xəstəliklər, məsələn, amyotropik lateral sklerosis, multiple sklerosis və Parkinson xəstəlikləri sahəsində innovativ müalicə üsulları üzərində işləyir. Yəni yenilikçi müalicə üsulları üzərində işləyir. Şirkətin əsas texnologiyaları CleanSoft nanocrystals platformasıdır. Yəni nano hissəciklərin üzərində qurulmuş terapiyalar
vasitəsilə sinir hüceyrələrinin enerji istehsalını artırmaq, oksidləşmə stresi azaltmaq və neyron funksiyasını yaxşılaşdırmaq hədəfləri. Yəni şirkət dolayı yolla Parkinson və ona bənzər xəstəliklərin müalicəsi üçün yeni müalicə üsulları hazırlayır. Bu xəstəliklər indiyə qədər olan müalicələrin fərqli yanaşma təqdim etmək və yüksək ümumi olan sahədə dəyər yaratmaq üçündür. Gördüyü əsas işlər bunlardır. Şirkət əsas dərmanı CNM-AO8 vasitəsilə ALS və MS kimi xəstəliklərə yönəlir. MS sahəsində remyelinasiyon və neyron ilə bağlı görüntüləmə tədqiqatları açıqlayıb. Dostlar, ola bilər biraz tələffüzündə səhvliklər və gecikmələr olur. Bu tip sahəsinə aid, ona görə belə şeylər normaldır. ALS sahəsində şirkət uzun müddətli ömür analizləri apardığını, məsələn, Regimen S qrupunda müalicə alan xəstələrin median ömrünün yaxşılaşdırılması barəsində ilkin nəticələr bildirmişdir. Şirkət regulator orqanlarına FDA ilə müzakirələr aparır və plan hazırlanır ki, 4-cü rübdə deməli müəyyən analizlərin nəticələri açıqlansın. Belə bir şey səhv etmirəmsə. Mühüm xəbər budur ki, 2025-ci ilin sentyabrında MS xəstələrində CNM-AO8-in beyin enerji metabolizmasını yaxşılaşdırdığı dair məlumat təqdim edir. Yəni öz cihazlarının dostlar, deməli MS xəstələrində bir uğura nail olması görünüb sentyabr ayında 2025 və 25 sentyabr ayında da SNM-AO8 beyin enerji metabolizmasını yaxşılaşdırdığına dair yeni klinik məlumat təqdim olunur. 4 sentyabrda Parkinson xəstəliyi üçün prekliniki modellərdə CNM-AO8-in mitokondrial sağlamlığı yaxşılaşdırdığı, iltihabı azaltdığı və gen ifadəsini normallaşdırdığı bildirib. Bu da çox yaxşı haldır. Yəni şirkətin zaten yüksəlmə səbəbləri bunlardır, yəni bu xəbərlərdir. Biz gəlin maliyyə göstəricəsinə baxaq. 2025-ci ilin 1-ci rübündə net zərər, yəni xalis zərər 0,8 milyon, yəni hər səhmət mənfi 0,9 USD-dir, yəni ABŞ dolları olub. RD xərcləri 1,5 milyon, yəni keçən ildə 5,9 milyon olmuşdu. Yəni əməliyyat xərclərinə söhbət gedir. 5,9 milyon olmuşdu. Dostlar, bu çox yaxşı oldu. Yəni 5 qat yaxşılaşma, hətta 4 qat, yəni 4-5 qat arası yaxşılaşma göstəriblər. Nağd vəsaitləri dostlar 9,8 milyon dollar olaraq bildirilib 31 mart 2025-ci il tarixində. Şirkət bildirir ki, bu məbləğ 2025-ci ilin 3-cü rübünə qədər əməliyyatla maliyyələşdirə bilər. Yəni 2025-ci ilin 3-cü rübü hal-hazırda, yəni hal-hazırdakı tarixdən söhbət gedir dostlar. 2025-ci ilin 3-cü rübündəyik biz demələr, 3-cü rüb maliyyə hesabatı gələcək. Dostlar, sizə gördüyünüz kimi 3-cü rübündə deyilib. Yəni axırı kimi oxuyub sonra bir məlumat paylaşacağam, diqqətlə dinləyirsiniz. Gəlirləri çox kiçikdir, yəni gördüyünüz kimi gəlirlər çox kiçikdir. 0,8 milyon gəlir əldə edib, ili müqayisədə çox aşağıdır. Klinik şirkəti yatırım tarixi klinik mərhələ yüksək riskli high reward şirkətdir, yəni yüksək risk, yüksək mükafat. Əgər CNM-AO8 müsbət nəticə versə, FDA təsdiq alsa böyük potensial var. Yəni FDA ABŞ-da qeyri-qida qurumu kimi bir şeydir. Amma pul sektorlu pul istehlakı yüksəkdir və gəlirlər hələ də kommersiallaşdırmaq üçün likvidlik riski mövcuddur. Deməli dostlar, şirkətin büdcəsi 8 milyondur və mart ayında olan açıqlamadan görünür ki, şirkətin gəlirləri 2025-ci ilin 3-cü rübünə gəlib. 3-cü rübünə qədər gələcək. Yəni hal-hazırdakı dövrümüzdə indiki 3-cü rüb, indi 3-cü rübdəyik. Sabah 3-cü rübün hesabatı veriləcək. Dostlar, şirkət hal-hazırda yatırım uyğun deyil. Belə bir nəticəyə gəldim. Nə mənada yatırım uyğun deyil. Şirkətin pulu 3-cü rübünə qədər çatacaqsa, deməli yeni səhm buraxacaqlar şirkət. Yəni şirkət yeni səhm buraxmaq ərəfəsindədir. Bu sabah da ola bilər, birisi gündə. Yəni bu ay, noyabr ayı içində yeni səhm buraxılışı edə bilərlər. Və səhm buraxılışı eləyəndə də qiymət düşəcək. Ona görə də hal-hazırdakı qiymətdən alış etməyin dostlar. Bunu sizə tövsiyə edirəm. Alırsınızsa az alın. Çünki şirkətin səhm buraxmaq təhlükəsi var. Bəli, çünki büdcəsi özlərinin də açıqladığına əsasən 3-cü rübə qədər bəs eləyəcək. 3-cü rübdən 4-cü rübə keçməyəcək. Yəni 3 ay gedəcək də maksimum. Ona görə də 3 ay içində yeni səhm buraxacaqlar. Ona görə də əgər alırsınız, az alın və yaxud həcmli almaq istəyirsinizsə gözləyin dostlar. Səhm buraxılışı olandan sonra zaten şirkətin qiymətinin balon olduğuna dair bir çox xəbər var. Ona görə də gözləyin, 8 dollar səviyyəsi və 5 dollar 70-80 sent səviyyəsində gözləyin dostlar. Bunu sizlərə məsləhət görürəm. Videoya bəyəndiysə like edə bilərsiniz, kanala bəyəndiysə abunə ola bilərsiniz. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.